Müəllim qeyd elədi ki, Azərbaycanda bütün idman növlərinə olan qayğı haqqında danışdı və bilirsiniz ki, bu qayğı ölkə başçısı Cənab İlham Əliyev tərəfindən, ümumiyyətlə dövlət qurumları tərəfindən, idman federasiyaları tərəfindən inkişaf olunur, bütün idman növləri və növbəti bizim yarışımız bu günləri məhz bizim üçün növbəti idman növüdür və təəssüf olsun ki, hal-hazırda Gəncə və İdman Naziri tərəfindən rəsmi qeydiyyatdan keçməmiş bir idman növüdür. Məhz onun üçün biz bu günləri buradayıq komandamızda və çalışacaq ki, bu böyle deyək ki, bu nüansı aradan qaldıraq və növbəti kollegiya iclasımızda bunu təsdiq edək. Təbii ki, müvafiq əngəllər vardı sənədləşmə işlərində, amma düşünürəm ki, bu artıq ilk yarış deyil və bu klubun fəaliyyətini biz izləyirik, görürük, kifayət qədər aktivlər və artıq səhv eləmirəmsə 4-cü beynəlxalq yarış keçirilir. Düşünürəm ki, bu məsələni də biz bərabər həll yolunu tapacaq. Uğurlar arzulayıram hər bir idmançıya. Düşünürəm ki, bu yenə də qeyd etdiyim kimi bu idman növünü artıq biz növbəti illərdə daha bu yarışları, daha böyük komanda, böyük belə deyək, rəqəmlərlə, iştirakçılar rəqəmləri ilə daha çox ölkələri bu yarışlarda görəcəyik və idmançılarımızın yeni nailiyyətlərinə sevinəcəyik. Hər birinizi təbrik edirəm və çox sağ olun.